Deyin, hamı yazsın ev alıb. Davay, tez. Hamı yazsın, az bəxtə bər 10 dənə evim var. Tez ol, hamı yazsın. Yazın, mən xoşdur, sən öl, yazın. Davay, devam ki. Modlar hara baxır. İndi səni vızqırd eləyəcəm, görəsən hara baxır. 80 dənə söz yazmaz. Elə burada bir dənə vızqırd olmaz adam varsa, o da sənsən. Bir söz nə 50 dəfə yazsan? Modlar hara baxır. Xəstəsən sən. Mazikimizi elədin, day. Allah qırə səssiz atlas adam sənsən elə. Kişilər və qadınlar o qədər biz Azərbaycan qadınlarının əksəriyyəti buna fikir verməmişik, o qədər özlərinə görə dəyər vermişik, dar günlər olub əllərindən tutmuşuq, qırağa pul atıb çıxardıb pis gündə ortalığa qoymuşuq. Yəni bu bizim Azərbaycan qadınlarımızda var da bu adət ənənə. Belə görüb belə götürüblər. Oturub ailə həyatı qurub, 2 corabı yuyub, qışın qış günü pletkada qurudub dəyişikliyə geyinən qızlarımız olub ki, yoldaşım bir dənə ev tiksin, bir otaq heç olmasa girək içinə, eybi yoxdur, mən geyinib keçinməsəm də olar. Elə qadınlar, qızlar tanıyıram mən. Amma qədir qiyməti bilinmir. Qədir qiyməti bilinən qadınların əksəriyyəti giyinən, keçinən, özünə baxan, xərclətdirən, tələb eləyən, özünə dəyər verən, kişinin hər sözünə yaxşı, düzdür, bəli, elə də olmalıdır sözü deyən yox. Qadın yox deməyi də bacarmalıdır. Bəzi qadınlar ər tapanda, oğlan tapanda öz şəxsiyyətini yaddan çıxardır. Bütün idarəçiliyini verir oğlanın əlinə. Əri başa düşdüyü əridir. Sevgililər mənə çatmır. Nə qədər belə eləyəcəksiniz, uduzacaqsınız bu həyatda. Kişilər qadınlığını qırağa qoyan qadından çox yola getmir. Məsələn, özüm eləyərəm, özüm bacarıram, özüm işləyirəm, özümün əlimdən gəlir, lazım deyil bunu özüm eləyərəm, lazım deyil onu özüm eləyərəm. Kişi onda qadının yanında özünü kişi kimi hiss eləmir. Alfonsları demirəm, kişilərdən danışıram, alfonslardan danışmıram. Amma qadın bir dənə cüzü oğlan ona 2 manatlıq corab dalanda deyir, ayda, çox sağ ol, mən necə fikirləşirsən, yaxşı ki varsan, gələn dəfə 5 manatlıq nəsə alır. Deyir, ayda, çox sağ ol, sən olmasan mən neyniyərəm, gələn dəfə 10 manatlıq alır. Belə, bir də gördün ev alıb, maşın alıb qoyub altına. Kişi qadın ona dəyər verəndə, tərifləyəndə qürurlanır. Pişiyim eləyə, hər şey elətdirirsən. Yaxşı mənada. O ki çağırır. Gəlirəm. Bəli, mən çox haqlıyam. Bir dənə divara mismar vurur. İyi, sən də işinə bacarmırsan. Bir bura görüm, ver özüm eləyərəm. Evdə həm kişiyəm, həm qadın. Təbii ki, qaçacaq. Qaşqaldaq. Səni neyinir? Elə bir qardaşı ilə bir evdə yaşayır. Buraxırsan, az sən onu, Səmə. Elə bilsə elə qədrin bilinəcək. Gördün divara mismarı əyri vurdun. Ay Allah. Evdə kişi başqa şeydir də. Sağ ol, var ol, sevinəcək, fərəhlənəcək. Başqa nə var? Başqa nə var elənləsi? Başqa nə iş görüm? Pişim də, pişim. Bunlar ancaq belə. Belə. Ər gələn kimi.
Geç otur. Aşağı bax 2 dəqiqə yeməyi qızdırıram. Bir gəldi. Qucaqla. Necəsənim? Niyə gec gəlmirsən? Yenə hardaydın? Ətin töküldü, yığışdırıb asbayır. Olanı deyirəm də. Ona görə qaçırlar da çöldəkilərin yanına. Çöldəkilər giyinir, qoyur oradan ventilatoru, gülü ağzına, xaladennikin qabağında, ərin də divara. Sənin ərin onun evinə gedincə qoyur mahnını, pat muzika. Açır, bahalı duxları da vurur, çıxır qabağına. Olanı deyirəm də. Olanı deyirəm. Qəbul eləsən də budur, eləməsən də budur. Kefsən, sən. Səhər tezdən dur, yeməyi pişir ki, axşam ərgələnə yaxın pişirmə ki, səndən vərməşiliyi gəlməsin. Qonşum geyini yoxşuyursan məndən betər. Dur tezdən pişir. Pişirdin, vəsə. Gir evləri yığışdır yemək pişə-pişə. Gir hamama. Hamama girdin, saçını başını şampunu, osunu, busunu. Ərgələnə qədər yeməyin iyi gedəcək. Vəsə. İşini gücünü səhər tezdən gör, bızqıt vaydısa. Qaynana ilə də yaşayanda eləmək olmur da, andıra qalsın bunu, necə eləsinlər? Nətər eləyə? Sənin ərin hanı? Aşkım, mən ərimdən, mənim ərimin fikir səni götürüb. Evlənməsəydi, ərim evlənib, çox təəssüflər olsun ki. Deyərdim, gəlib səni alardı. Fikir götürüb sizin bəzilərimizi. Sənin ərimlə, ayrılmağın bura nə dəxli var? Talih işidir, Allah işidir. Qismətdir o məndə. İndi mənim bəxtim, qismətim belə gətirdi. Bekar söz danışa bilmirəm. Bəs sənin ərin. Siz də kravatın altında. Yaxşı qadın. Ona qalsa burun həkimlərinin heç biri burnu estetik deyil, amma əməliyyat edirlər. Bir dənə mənə burun həkimi göstərir ki, burun əməliyyatdır. Söz danışmayaq da. Ərinəni bə. Mənim ərimin vaxtında mən uşaq idim. 25 yaşım var idi. İndi mənim var 33 yaşım. İndi mən ərə getsəm, nə qaynana, nə baldız. Zakon. Vəsə. Hər şey həddində. Üzlərində yalandan gülərəm. Vecimi almaram. Düz deyirsiniz, zor eləyirsiniz. Siz deyəndir. Can. Ərim gələndə ərimin yanında siyasət işlədərəm. Yaxşı davranaram. Deyərəm, oturdurma ayağa, çay süzürəm. Nə bilim nə. Yatana qədər ayağını ovuşduraram. Yola verərəm, çıxara gedər. Ərim görər ki, hə. Siyasət işlədərəm. İndi. Onda mən uşaq idim. Birim bilirdim, beşim bilmirdim. İndi ama böyüdükcə dərk edirəm hər şeyi. Siyasət işlədərəm. Bunu belə eləmək lazımdır. Bekarə. Həm də mən başqa şey üstündə ayrılmışam. Mənim ayrılığımın buraya dəxli var. Hanıya bu okey? Bədiysiz oku sən çal, kusum sən başıva yalanmış. Yəni. Option belə. Hər ayrılan o demək deyil ki, ay bacın qurban. O qədər psixoloqlar var ki, ailəsi dağılıb. Nə olsun, psixoloqdur. Cəmaat söz danışmasın ki, filan şeydir. Ailə dağılmağın buraya nə dəxli var? Dağılan ailə o boyda Şakiradan əri boşandı. Şakira'yı ağzınızın suyunu axıdırsınız, ərləriniz yanınızda oturanda. Bilmirsiniz, televizor necə bağlayasınız ki, ərləriniz Şakira'ya baxmasın. O boyda Şakira'ya xəyanət elədi əri. Dedi, vazıqət. Şakira dedi, vaka, kamləmlə, Biz qadınlarda bir xasiyyət var. Ayrılandan sonra gözəlləşirik. Şakira'ya bax, gör necə gözəlləşib. Ərin dediyini ona baxıb deyir ki, boyu yerə sıxma Şakirə. Mənim yanımda bomboş oxşuyurdu. Nə oldu, ayrılan kimi yenə özümü qoydun çöldə bayırda. Şakira da acığa lap getdi qabağa. Kamləmlə, vəkə. Bura bax, filan kəs kimi danışırsan, bəsmə eşidirsən mən, dixlaf olsun. Mən burada olanda filan kəslər yox idi.